Hər vaxtınız xeyir olsun. Loqaritmik bərabərçilərə aid belə bir maraqlı bir sualdır. Deməli, burada bərabərsizliyin sol tərəfini belə bir əvəzləmə aparacam. Loqaritma 2 əsasdan kök altda 5x minus 2-də 1-ə bir t desəm, nə alaram buradan? Alaram ki, kök altda 5x minus 2-də 1 bərabər 2 üstündə t-yə. Burada kök altda 5x bərabər 2 üstündə t üstəgəl 2-də 1. Bu belə. İndi müəllimlər, bu əvəzləməni bərabərsizliyin sol tərəfində də nəzərə alaq. O zaman olacaq belə. Loqaritma 3 əsasdan kök altda 5x-in yerinə bu ifadəni yazsam, olacaq 2 üstündə t plus 1 kiçik bərabərli t-dən. Buradan da alıram ki, 2 üstündə t plus 1 kiçik bərabər 3 üstü t-dən. Müəllimlər, gəlin bu bərabəsi həll edək. Baxın, 2 üstündə x plus 1 kiçik bərabər 3 üstü x-dən. Bu bərabəsin həlli nədir? Bunu da qrafla həll etmək üçün bərabəsin sol tərəfi belə bir funksiyadır, sağ tərəfi isə bu şəkildə bir funksiyadır. Hər ikisinin qrafini çəkək. Burada müəllimlər fikir versəz, 2 üstü x plus 1 funksiyasını, yəni x-in istənilən qiymətinə bu ifadə 1-dən böyükdür. Məsələn, x mənfi sonsuzluğa getdikcə bu funksiyanın qiyməti 1-ə doğru yaxınlaşır. Amma 1-dən həmişə 1-dən böyük olur. Demək, y bərabər 1 düz xətti həmin funksiyanın üfüqi asimtotudur. X-ə 0 verəndə funksiyanın qiyməti 2-yə bərabər olurmu? Deməli, 0-2 nöqtəsindən də keçir. Baxın, bu olacaq bizdə y bərabərdir 2 üstü x plus 1-in qrafiki. Bəs digərinin qrafiki necə olacaq? 3 üstü x-in qrafiki. Bu isə müəllimlər, deməli 0-1 nöqtəsindən keçir. Qrafiki bu şəkildə olacaq. Amma yəni bu y oxuna daha yaxın olacaq. Niyə? Çünki müəllimlər, biri 2 üstündə x-dir. Digəri 3 üstündə x-dir. Yəni 3 üstü x-in əsası daha böyük olduğu üçün x-in qiyməti artdıqca ifadənin qiyməti daha sürətli böyüyəcək. Yəni 3 üstü x daha sürətli böyüyür. Məsələn, belə götürək. X-ə 2 versəm, məsələn, 2 üstü x plus 1 funksiyasının qiyməti olacaq 5, amma 3 üstü x-in qiyməti olacaq 9. Daha sürətli böyüyür. Buna görə y oxuna daha yaxın olacaq. Yəni x-in daha kiçik qiymətlərində daha böyük olacaq, belə deyək. Yəni, bax, burada kəsişirlər. Bu kəsişmə nöqtəsi nə olacaq? Fikir versəz müəllimə, x-ə 1 verəndə bərabərlik ödənir. Bunlar 1-də kəsişir. İndi baxın, bizə nə lazımdır? Hansı aralıqda 3 üstü x-in qrafiki yuxarıda yerləşir? Fikir verin, 1-dən sonra. 1-dən sonra bax, 3 üstü x-in qrafiki daha yuxarıdadır. Deməli, 1 müsbət sonsuzluq. Bu zaman müəllimlər, deməli, bu bərabəsin həlli də, yəni burada t 1-dən böyük bərabər olmuş olacaq. İndi bunu yuxarıda nəzərə alsam, yazıram kök altda 5x bərabər 2 üstündə t üstəgəl 2-də 1. Bu artıq böyük bərabər olacaq. Müəllimlər, fikir versəz, t 1-dən böyük bərabər olduğu üçün bu ifadədə t-ni yenə 1 yazsam, 5 böl 2-dən böyük bərabər olacaq. Hər tərəfi kvadrata yüksəltsək, 25 böl 4. Buradan da alaram ki, x böyük bərabər 5 bölünsün 4. Deməli, 5 böl 4 müsbət sonsuzluq. Burada cavab olmalıdır D variantı.